İstəyirəm mən sizə bu günlərim iqtisadi paradokslardan danışam, paradoksa, ziddiyyətlərdən. Biz iqtisadiyyata giriş dərsindən başlayanda birinci kurslara onlara nə öyrədirik? İqtisadiyyatın təməl prinsipi nədir? Məhdud resurslardan səmərəli istifadədir. Biz ekonomiya eləməliyik, daha az xərcləməliyik, daha az təbii sərvətləri mənimsəməliyik və s. və s. Amma burada bir paradoks çıxır. Biz istəyirik iqtisadi artım olsun. İqtisadi artımın da təməli daha çox tükətməkdir, daha çox istehlak eləməkdir. Bayaq iki videoda dediyim kimi. Amma burada nə baş verir? Ziddiyyət baş verir. Biz deyirik tükətməyək, onda da iqtisadi artım olmaz. Düzdür, bu paradoksun biridir. Buna deyirlər qənaət paradoksu. Başqa bir paradoks var, adı su və almaz paradoksu. Deyir ki, su həyat üçün vacibdir, almaz isə həyatı əhəmiyyət daşımır. Bəs niyə su almazdan qat-qat ucuzdur? Deyir ki, çünki qiyməti müəyyənləşdirən amil təkcə faydalılıq deyil. Faydalılıq deyil. Aydındır, qiyməti müəyyənləşdirən əsas amillərdən biri tələbdir, təklifdir. Sonra deməli onun sonraki mərhələdə onun faydalılığıdır. Aydındır. Hələ davranış iqtisadiyyatı məsələsi də işin içərisinə girəndə o biraz da hələ fərqliləşir. Sonra başqa bir anlayış var, başqa bir paradoks var, dəyər paradoksu deyirlər. Məsələn, deyir ki, bəzən düşünürük ki, bahalı məhsul daha dəyərlidir. Amma bu həmişə doğru deyil. Yəni, bax, burada qiymətlə dəyər arasında olan fərqi də əslində siz görə biləcəksiniz. Məsələn, deyir, hava pulsuzdur, amma halbuki havasız 1-2 dəqiqədən artıq yaşamaq mümkün deyil. Amma lüks saatdır, 100 minlərlə qiymət ola bilər. Bu bizim həyatımız üçün vacib deyil, görürsünüz. Bu göstərir ki, bazarda deməli, bazardakı qiymət insan həyatı üçün həmişə əhəmiyyətli deyil. Növbəti paradokslardan biri də nədir? Giffen paradoksu. Bu paradoks haqqında siz də bilirsiniz. Biz dərslərimizdə çoxlu danışmışıq. Bir də Veblen paradoksudur. 1845-49-cu illərdə İngiltərədə olubdur. Bu İrlandiyada kartofun qiymətləri bahalaşanda ona olan tələb də artırmış. Normalda biz nə deyirik? Bir məhsulun və xidmətin qiyməti artanda ona olan tələb aşağı düşür. Amma orada nə olmuşdu? Kartofun qiymətinin bahalaşması ona olan tələbi də artırmışdı. Çünki qıtlıq illəri idi. İnsanlar başqa hər cür xərcləmələrindən kəsib daha çox kartof alırdılar və beləliklə kartofu təklif edən tərəf də baxmayaraq ki, deməli, qiymətləri bahalaşdırırdı, amma ona olan tələb heç vaxt azalmırdı həmin ərəfədə, həmin o bir neçə il müddətində. Bir də var, Veblen paradoksu. Bu biraz onun tərsinə bənzəyir bir növ. Deyir ki, insanlar sosial statuslarını başqalarından fərqləndirmək üçün, daha gövdəli görsənmək üçün, daha zəngin görsənmək üçün, daha nüfuzlu, varlı görsənmək üçün, nadir və seçilmiş məhsulların tək sahibi mənəm görüntüsünü vermək üçün adətən deməli, hər hansı ona lazım olan bir məhsulun qiyməti bahalaşanda onu daha çox alır. Normalda bahalaşan şey nə olmalıdır? Ona olan tələb azalmalı, düzdür. Məsələn, Ferrari alan şəxs istəyər ki, Ferrari'nin qiyməti o qədər baha olsun ki, onu ondan başqaları ala bilməsin. Bax, buna deyirlər Veblen paradoksu. Paradokslar haqqında bu qədər.